Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçi Pəri Firud qızı. Bu günlərim sizlərə təkrar sertifikasiyaya dəstək məqsədi ilə 13-cü sınavımı sizlərə təqdim edirəm. Cavabları özünüzdə qeyd edin. Neçə düz, neçə səhviniz var, özünüzdə qeyd aparın. Sonra isə rəy bölməsində qeyd edərsiniz və mən də sizin müsbət nəticə göstərməyiniz üçün əlimdən gələni eləyirəm və nəzərə alaq ki, son günlərimiz də artıq bizim təkrar sertifikasiya imtahanına günü-gündən yaxınlaşırıq. İnşallah ki, bu qədər əziyyət çəkirsiniz. Sizlər üçün paylaşdığım sınaqda faydalı olar və ətrafınızda da həmkarlarınızla kimlərsə təkrar sertifikasiya imtahanına hazırlaşırsa, ətrafınızda olan müəllimlər, sertifikasiyaya hazırlaşanlar varsa, bu videonu onlara göndərməyiniz imtahanda onlar üçün faydalı olacaqdır. Kanala abunə olmağı unutmuruq. Gəlin başlayaq sınavımıza. Uyğunsuzluğu müəyyən edin. Tədris bullyingi şagird-şagird, müəllim-şagird, valideyn-şagird arasında müşahidə olunur. Məqsədli bullying, bullinin qəsdən əzab vermək məqsədi ilə zorakılıq göstərməsidir. İlk olaraq müəllimlər A variantına baxaq. Yəni tədris bullyingi bizə bildirdi ki, tədris bullyingi öyrənmə və öyrətmə ilə bağlı və düşünülməmiş, yəni məqsədli şəkildə aparılmayan bullying növüdür. Düşünülməmiş bullyingin növündən biri tədris bullyingidir ki, bu yəni qəsdən incitmək deyil məqsəd və öyrətmə ilə bağlı olan bullying növüdür. Şagird-şagird, müəllim-şagird, valideyn-şagird arasında müşahidə olunur. Doğrudur. Məqsədli bullying, adı üstünə məqsədli bullying, qəsdən əzab vermək məqsədi ilə zorakılıq göstərməsidir. Doğrudur. Qeyri-fiziki bullying verbal, qeyri-verbal, sosial və fiziki bullying növlərinə ayrılır. Verbal doğrudur, qeyri-verbal doğrudur, fiziki, sosial doğrudur. Amma burada deyir fiziki bullying. Artıq bu yanlışdır müəllimlər. Yəni fiziki bullyingin fiziki bullying növü yoxdur müəllimlər. Elə uyğunsuzluğu bizdən istədiyinə görə C-ni götürə bilərik. Vasitəli bullying bully tərəfindən deyil, üçüncü şəxs tərəfindən həyata keçirilir. Çünki vasitədir. Vasitə varsa üçüncü şəxs burada mütləq şəkildə olmalıdır. Doğrudur. Kiberbullying şəxsin elektron cihazlarının sıradan çıxarılması, bank hesablarından qeyri-qanuni istifadə və sair növlərinə təzahür edə bilər. Bu da doğrudur. Yanlış olan C variantıdır. Növbəti ikinci suala baxaq. Suallar sadə, amma diqqət tələb edəndir müəllimlər. İkinci sualımıza baxaq. Siz də videonu saxlayıb, oxuyub, variantınızı qeyd edib, sonra isə izahdan baxa bilərsiniz. 2-yə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış. Bullyingin qarşısının alınması üçün şagirdlərdə mənəvi dəyərlərin aşılanması və emosional intellektin formalaşması lazımdır. Doğrudur. Şagirdləri maarifləndirərkən bulliləri kəskin qınamaq və onlar haqqında aqressiv danışmaqla başlamaq negativ nəticə verə bilər. Doğrudur. Şagirdlər bullying maarifləndirilməsi üçün onlara videoların göstərilməsi mövzunun daha yaxşı anlamasına köməklik edə bilər. Doğru yanaşmadır. Bullying haqqında şagirdlərin maarifləndirilməsi əsas məqsəd tərəflər arasında məhsuldar ünsiyyətin qurulmasına nail olmaqdır. Bu da doğrudur. Yəni yanlışımız yoxdur burada. Cədvələ əsasən uyğunluğu istədi. 3 ilə 4 yəni yanlış olmadığına görə, doğru olduğuna görə biz götürə bilmərik. Amma 1 ilə 2 doğru, doğrunun altına verildiyinə görə biz götürə bilərik. Cavabımız olacaq B variantı. Keçid edək növbəti suala. Qrip virusunun əlamətlərini verilən siyahıda seç. Verilmiş situasiyada idraki sahənin hansı mərhələsindən istifadə olunmuşdur? Baxın, qrip virusunun əlamətləri nələr ola bilər? Burun axıntısı ola bilər, qızdırma ola bilər, halsızlıq ola bilər, iştahsızlıq ola bilər, öskürək və s. Bunlar qrip virusunun əlamətidir. İndi bizə də bir siyahı təqdim olunubdur və siyahıda deyir ki, bunları siyahıdan seç. Mənim həmin virusa aid olanları siyahıdan seçməliyim, yadıma salıram da. Bu qızdırma ola bilər, halsızlıq ola bilər, iştahsızlıq ola bilər, burun axıntısı ola bilər və s. Qrip virusuna aid olan əlamətləri mənə təqdim olunan siyahıdan seçirəmsə, mən bunları xatırlayıb
yadıma salıb seçəcəm. Cavabımız da idraki sahəyə əsasən xatırlamaq olacaqdır. 4-cü sualımıza baxaq. Biri şagirdlərlə effektiv ünsiyyət qurulmasına aid xüsusiyyətlərdən deyil. Bir daha vurğulayıram, sadə amma diqqət tələb edən sualdır. Şagirdlərdən effektiv ünsiyyət qurulmasına aid deyil. Müəllim şagirdləri qərar qəbul etməyə çağırır. Şagirdlərin fikrini təkcə akademik göstəricilərini deyil, həmçinin fərdi xüsusiyyətləri də nəzərə alır. Bəli, demokratik üslub yanaşmasıdır. Müəllim şagirdi qərar qəbul etməyə, şagirdin fərdi xüsusiyyətlərini nəzərə alacaq və eyni zamanda təkcə şagirdin akademik göstəricilərini deyil, hər tərəfli xüsusiyyətlərini nəzərə alırıq və doğru yanaşmadır. Şagirdlərin mühakimələrində müstəqil olmalarına həvəsləndirir. Doğrudur, demokratik üslub yanaşmasına aiddir. Şagirdlərlə çağırış, məsləhət, xahiş, nəsihət üslubundan istifadə olunur. Çağırış, məsləhət, xahiş demokratik üsluba aiddir. Nəsihət əlavə edə bilərik bura, əmr üslubundan istifadə olunmaz. Artıq bu avtoritar üsluba aiddir. Yəni bu doğru hesab edilmir. Effektiv ünsiyyət qurulmasına aid deyil, aid olmayan nəsihət sözünə görə biz C-ni seçə bilərik. Müəllim bir tərəfli qərar qəbul etmir. Doğrudur, şagirdlərin də fikrini burada önəmsəyirik. Şagird yanlış olsa belə onun fikrinə hörmət, dözümlülük, şagirdə qarşı pedaqoji optimizm və inam göstərmək lazımdır. Bu da doğrudur. Nəyə görə? İndi sual verə bilərsiniz ki, bəlkə də aranızda düşünən var, Y variantıdır sualın cavabı. Deyə bilərsiniz, necə yəni biz şagird həmişə yanlış eləyir, biz də onun fikrinə hörmətlə yanaşaq. Bəli, müəllimlər. Yəni şagird sinif otağında səhvi varsa, yanlışı varsa, biz şagirdin sinif otağında səhv etməyinin normal olduğunu bildirməliyik. Yəni şagird səhv etməkdən qorxmalı deyil ki, mən səhv edərəm, müəllim mənə acıqlanar, yoldaşım məni məsxərəyə qoya bilər. Bir sözlə şagirdi səhvləri varsa, bunu normal olduğunu bildirməliyik. Yəni səhvləri olduğu zaman biz uşağı əgər məsxərəyə qoysaq, uşağa daimi olaraq bunun səhv olduğunu bildirsək, istiqamət göstərə bilərik. Şagirdi inkişaf qapalı düşüncə tərzinə keçirmiş ola bilərik. Amma biz şagirdin səhvinin olmasına normal qəbul edilsə, şagird o zaman artıq qorxmayacaq səhv etməkdən. Səhv etməyin sinif otağında normal olduğunu qəbul edəcəkdir. Y variantı doğrudur. Yanlış olanı istəyirdi bizdən, yəni xüsusiyyətə aid deyil, C variantını seçə bilərik. Növbəti sualımıza keçid edək. Növbəti sualımızda verilənlər arasında hansı iş üsuluna aid variant verilməyib? Müəllimlərə şagirdlərin mövzu barəsində anlama bacarığını və maraqlarını ölçmək imkanı verir. 3-2-1 üsuludur. Lövhədə cədvəl çəkilir, hər qrupun yazdığı ora qeyd edilir. İlkin məlumatlar oxunduqdan sonra bildiklərini müqayisə və müzakirə edirlər. Yəni bu insert metodudur, lövhədə çəkilir. İlk növbədə yəni məlumat oxuyuruq, daha sonra bildiyini müqayisə müzakirə edirsə insert metoduna söhbət gedir. Bu üsul tədqiqatda, jurnalistikada, kriminologiyada, layihənin hazırlanmasında, tədqiqat prosesində istifadə olunur. 4N1KH üsuludur. Şagirdlərdə tənqidi müzakirə bacarığı və yoldaş qiymətləndirmə etikasını formalaşdıran iş üsuludur. Yoldaş qiymətləndirmə etikasını formalaşdırır akvarium və klasterə aid heç bir variant verilməyib. Cavab olacaq Y variantı. 6-cı suala baxaq. Biri differensial təlimin üstünlüyündən deyil. Differensial təlim yüksək qabiliyyətli şagirdlərlə yanaşı əlilliyi olan şagirdlər üçün də effektivdir. Doğrudur. Şagirdlərə materialı necə öyrənə biləcəyinə dair daha çox imkan verir və şagirdlər öyrənməyə qarşı məsuliyyətlə yanaşırlar. Məsəl üçün, eyni mövzuya aid olan bir qısa hekayə vermişəm, bir böyük hekayə vermişəm. Şagird böyük hekayəni oxuyub gələ bilmirsə, qısa hekayəni oxuyub gələcəkdir. Yəni artıq şagirdə bir neçə seçim imkanı verdikdə uşağın bəhanəsi olmur da müəllim, mən öyrənə bilmədim. Böyük hekayəni öyrənə bilmədin, kiçik hekayəni öyrənib gəlib danışa bilərsən.
Doğru yanaşmadır. Müəllim öyrənmə prosesində şagirdin təlim ehtiyaclarını nəzərə alaraq təşkil edir. Yəni öyrənmə ehtiyacı 4 öyrənmə tərzi var ki, audial, kinestetik, vizual, daha sonra oxuyub yazaraq öyrənmə. Müəllim bunları nəzərə alaraq dərsi keçir. Doğru yanaşmadır. Diferensial təlim olan siniflərdə nizam-intizam prosesinin daha az olduğu müşahidə edilir. Nəyə görə? Çünki müəllim şagirdin öyrənmə tərzini, maraq dairəsini nəzərə alaraq dərsi keçdiyinə artıq uşaq dərsə cəlb olunur və qayda pozuntusunu da az edir sinifdə. Doğru yanaşmadır. Müəllim qrupla iş formasından istifadəyə üstünlük verməsi. Yəni nəyə görə müəllim qrupla iş formasından istifadəyə üstünlük verməlidir? Axı cütlərlə işdə var, bütün siniflərdə işi var, fərdi işdə var və şagirdlər daha çox dərsə cəlb olunmasına şərait yaradır. Yanlış variantımız elə Y variantıdır. 7-ci suala baxaq. Uyğunsuzluğu müəyyən edin. Vizual öyrənənlər məlumatı görməyə, təsəvvüründə vizuallaşdırmağa üstünlük verir. Doğrudur. Vizual öyrənənlərə aiddir. Audial öyrənənlər oxuduğunu ucadan danışaraq və yoldaşı ilə müzakirə etməyə üstünlük verir. Audial öyrənmənin tərzidir. Kinestetik öyrənənlər oxuyaraq öyrənir, mühazirəni xoşlamır. Doğrudur. Oxuyub yazaraq öyrənənlər oxumaqla yazılı qeydlər aparmağı öyrənir. Doğrudur. Bəzən elə müəllim var ki, deyir, sizin izahlarınızı qeydlər aparıram. Nəyə görə? Oxuyub yazaraq öyrənməyə aiddir bu insanlar. Y variantına baxaq. Oxuyub yazaraq öyrənənlər mətni öz sözləri ilə yenidən yazır. Doğrudur. Qeydləri yoxlayarkən hərəkət etməyə üstünlük verirlər. Aha, baxın, artıq bu hissədə qeydləri yoxlayarkən hərəkət etməyə üstünlük verir. Bu kinestetika aiddir. Aha, kinestetika aiddir. Ona görə biz oxuyub yazaraq öyrənməyə aid edə bilmərik. Bizdən də uyğunsuzluğu işləmişdir. Y variantını seçə bilərik. Y variantı sonu kinestetikdir. Əvvəli oxuyub yazaraq öyrənməyə aiddir. Ona görə uyğunsuzluq Y variantındadır. Baxaq 8-ci sualımıza. Qərarlar ağacı necə tətbiq edilir? Ardıcıllığı sırala. İlk olaraq problemi müəyyənləşdiririk. Daha sonra problem müəyyənləşdiriləndən sonra beyin həmləsi ilə uşaqlar hər bir sinifdə olan şagirdimiz öz fikirlərini, öz ideyalarını bizə deyəcəkdir. Həmin problemi necə həll edə bilərik? 2 gəlir. Daha sonra hər bir uşaq öz fikrini səsləndirəndən sonra artıq biz bunu başlayırıq müzakirə etməyə. Yəni müsbət mənfi tərəfləri müzakirə edirik. Sona yaxın isə seçim daralaraq 3 həll yolu saxlayırıq. 3 həll yolu saxlayandan sonra artıq biz bunu reallaşdırmaq üçün 3 həll yolundan birini seçirik, reallaşdırma planını cızırıq və son həll yolunu müəyyənləşdiririk. Sonda isə, yəni son həll yolunu müəyyənləşdirəndən sonra isə qərarı qiymətləndiririk və əsaslandırırıq ki, nəyə görə biz bu nəticəyə gəldik. İndi baxaq. Birinci qeyd elədik 5-i, daha sonra 2-ni, harada 5 ilə başlamırsa onları çıxaq. 5, 2, 5, 3. Aha, 5, 2, daha sonra 3-ü qeyd elədik. 5, 2, 3, hər ikisində də 3 var. Daha sonra 4'ü qeyd etdik. Daha doğrusu 1'i qeyd etdik. 4-cü oldu 1. Daha sonda, ən sonda isə 5-ci 4'ü qeyd elədik. Sonda da 4'dür. Aha, B variantı da uyğun olmadı. Cavabımız olacaq A variantı. Ardıcıllığı sıralayanda 5, 2, 3, 1, 4. Yəni bu qaydada getmiş oluruq. Cavab oldu A variantı. Keçid edək 9-cu sualımıza. Hansı iş üsulu doğru verilib? Sokrat dialoqu təfəkkürü gücləndirmə, dinləmə və sual vermə bacarığını formalaşdırır. Doğrudur. Aksiyon iş üsulu şagirdin yaradıcı təfəkkürünü inkişaf etdirən iş üsuludur. Yanlışdır. Aksiyon iş üsulu şagirdin tənqidi məntiqi təfəkkürünü inkişaf etdirir, amma yaradıcı təfəkkürü inkişaf etdirən iş üsulu deyil. Korset iş üsulu dərs prosesində şagirdi aktiv saxlamağa, doğrudur. Eyni zamanda yoldaş qiymətləndirmə etikasını şagirdlərdə formalaşdırır. Əvvəli doğrudur, amma yoldaş qiymətləndirmə etikasını formalaşdırır akvarium. Yanlışdır, ona görə götürə bilmərik. Freyer modeli müəllim mövzu ilə bağlı diaqnostik qiymətləndirmə aparmağa imkan yaradır. Freyer modeli diaqnostik qiymətləndirmə aparmağa xidmət etmir. Bu VIBO və yaxud klaster ola bilərdi.
yanlışdır. 3-2-1 üsulu şagirdlər mətni başa düşmək, biliyi yoxlamaq, düzgün cavab axtarmaq üsuludur. Mətni başa düşmək və biliyi yoxlamaq, düzgün cavab axtarmaq üsulu insertə aiddir. Insert. Aha, biz bunu 3-2-1 üsulu kimi götürə bilmərik. Bu da yanlışdır. Doğru olanı istədi, doğru olan A variantı oldu. 10-cu və sonuncu sualımıza baxaq. 10-cu sualında suda quruda yaşayanlarla sürünənlərin eşitmə aparatını müqayisə edin. Verilən tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Suda quruda yaşayanlar sürünənlərin eşitmə aparatını artıq biz iki fakt arasında müqayisə eləyiriksə, bunu olacaqdır idrak taksonomiyasına görə anlamaq mərhələsi. İdrak taksonomiyasına görə anlamağı qeyd elədik. Bu qədər müəllimlər, təkrar sertifikasiyaya dəstək məqsədi ilə 10 sınaq sizlərə hazırlamışdım. Hər birini sizlərə qeyd elədim. Mütləq şəkildə rəy bölməsində fikirlərinizi yazmağı unutmursunuz. Kanala abunə olmağı təbii ki unutmursunuz. Bu qədər müəllimlər. Sağ olun, salamat qalın.